Bugün Respublika ərazisində hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Xəbər zolağı az xəbər verir ki, bu barədə Azərbaycan Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Lakin günün ikinci yarısında bəzi bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağıntı ehtimalı var. Paytaxt Bakı və Abşeron yarımadasında günün ilk yarısında günəşli hava müşahidə olunacaq. Axşam saatlarına doğru isə buludluluğun artacağı proqnozlaşdırılır. Havanın temperaturu gecə 10 dərəcə, gündüz isə 21 dərəcəyə də yüksələcək. Şimal-şərq küləyinin əsəcəyi, küləyin sürətinin bəzi vaxtlarda 19 km/saatadək güclənəcəyi bildirilir. Rütubət səviyyəsinin isə 55% ətrafında olacağı gözlənilir. Bölgələrdə hava əsasən sabit keçsə də axşam saatlarında yağıntı ehtimalı təxminən 20% təşkil edir. Sinoptiklər xəbərdarlıq edir ki, günün ikinci yarısında küləyin güclənməsi və buludluluğun artması ilə əlaqədar vətəndaşlar axşam planlarını qurarkən hava şəraitini nəzərə almalıdırlar. Gün ərzində ultrabənövşəyi şüalanmanın orta səviyyədə UV indeksi 5 olacağı gözlənildiyindən xüsusilə həssas dəyərli şəxslərə günəşdən qorunmaq tövsiyə olunur.